Bir gün Allah Celle Celaluh'tan Musa Aleyhisselam'a emir gelir ki, ya Musa, ailenle salamatlaş, vidalaş. Allah'tan bu emri alan Musa Aleyhisselam, Peygamber fəhmiyle başa düşür ki, artık ömrünün son günlerini yaşayır. Odur ki Musa Aleyhisselam emre boyun eğerek ailesiyle halallaşıp vidalaşır. Son dəfə körpə balasını qucağına götürüb, dönə-dönə öpərək sinəsinə sıxıb və anidən xəyala dalır ki, bəs məndən sonra bu körpənin halı necə olacaq? Təbii ki, Peyğəmbərin qəlbindən keçən bu təlaş hissi Rəbbimizə əyan olur. Odur ki, ilahi bir ihsan içerisinde yaşayan ve yetişen, mərifət mədəniyyətinin zirvəsində olan Peyğəmbərə Rəbbimiz bütün bəşəri düşündürəcək bir ibrət dərsi verir. Əmr edir ki, ya Musa, denizin kenarına git. Musa Aleyhisselam denize yollanır. Denizin kenarına çatanda səda gelir ki, ya Musa, elindeki əsanı denize vur. Musa Aleyhisselam əsanı dənizə vuran kimi dənizin suyu anındaca çəkilir. Dənizin dibində böyük bir daş görür. Yenə Allah Celle Celaluh'dan əmir gəlir ki, ya Musa, əlindəki əsanı vur o daşa. Musa Aleyhisselam əmri yerinə yetirir və əsanı daşa vurur. Daş iki yerə parçalanır. Musa Aleyhisselam daşın arasındaki gördüğü mənzərədən heyrətə gəlir. Daşın ortasında kör bir qurd və onun ağzında təzə tər yarpaq var idi. Bu Allah Celle Celaluh'tan Peyğəmbərinə və bütün aləmlərə bir ibrət dərsi idi. Odur ki, Allah Celle Celaluh'tan səda gəlir, ya Musa, mən o Allaham ki, Rəzzaqam, ruzi verən mənəm. Gördün mü o zəif, gözü görməyən, əlsiz, ayaqsız bir qurdu dənizin dibində, sərt bir daşın içində yaşadaraq ona yem, ruzi verirəm. Amma sən, səni sevən dostunun, sənin uşağını yardımsız bırakacağından qorxursan. Mənim rəhmətim sənin ona olan şəfqətindən müqayisəyə gəlməz dərəcədə üstündür. Quran-ı Kərimdə Allah Celle Celaluhu buyurur ki, kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin. Sizi və onları biz ruziləndiririk. Odur ki, bu möhtəşəm kainatı Allah Celle Celaluhu bize xidmət ettirir. Verdiği nimetleri ondan görmezsek, yazık bizim halımıza.